ATV-nin efirində xəbər vaxtıdır. Salamlayıram sizi, axşamınız xeyir olsun. Əziz və hörmətli tamaşaçılar, ATV xəbərin əsas buraxılışını təqdim edirik. Prezident İlham Əliyev ərazilərin minalardan təmizlənməsi sayəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla 25 nəfər mina təmizləmə sayəsində xidmətlərə görə medalı ilə təltif edilib. Mina təmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödənilə bilər. Bu, Milli Məclisin Elm və Təhsil Komitəsinin iclasında müzakirəyə çıxarılan təhsil haqqında qanuna təklif edilən dəyişikliyi də əksini tapıb. Belə ki, mina təmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş mina təmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqını dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur. 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu qanun qüvvəyə mindiyi tarixədək mina təmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya sonradan aldığı xəsarətdən həyatını itirən mina təmizləyənlərin övladlarına da şamil olunur. Nizami Kino Mərkəzinin divarına qrafit çəkilməsi, əxlaqsız yazıları yazılması cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Təbii ki, bu təkcə estetik yox, həm də mənəvi məsələdir. Bir adı var, əxlaqsızlıq. Bu addımı atan şəxslər anlamalıydılar ki, bu bina tarixidir, tarixdir, memarlıq nümunəsidir. Tarixi abidəyə kimyəvi maddələrlə ziyan vurmaq məsuliyyətsizlik və həm də adını siz qoyun. Təəssüf ki, həmin o tarixi binanın divarlarına nələr yazıldığını deyə bilmirik. Bəlkə fotolarını görmüsünüz, bilirsiniz. 4 gənc saxlanılıb, əməllərini nə ilə izah edəcəklər sualı maraq doğurur. Artıq Nizami Kino Mərkəzinin divarına qrafiti çəkən şəxslər saxlanılıb və fakt üzrə cinayət işi açılıb. Həmin şəxslərin 17 yaşlı Landau School'un 11-ci sinif şagirdi Münəvvər Bərxudayeva, 16 yaşlı Landau School'un 10-cu sinif şagirdi Layla Muradi, 16 yaşlı 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Şəfiqə Qaraşlı, ADA Universitetinin 20 yaşlı 2-ci kurs tələbəsi Ardeşir Seyfpor Abadi olduğu müəyyən edilib. Ardeşir Seyfpor Saad Abadi qrafiti dizaynerdir və Instagramda Tema Crew Original adlı hesabda öz qrafiti nümunələrini paylaşıb. Ardeşir Seyfpor Saad Abadinin atası Omid Seyfpor Saad Abadi 2024-cü ildən Azərbaycanda yaşayır. Deniz Skala şirkətində menecer işləyir. Layla Muradinin atası Samir Muradi Best Events MMC şirkətinin baş direktorudur. Şəfiqə Qaraşlının atası Farid Qaraşov taksi fəaliyyəti ilə məşğul olur. Münəvvər Bərxudayevanın atası Talih Bərxudayev isə Halliburton Eurasia Limited şirkətinin filialında xidmət operatorudur. Məlum hadisə məhz bu ərazidə baş verib. Bu hadisə təkcə Nizami Kino Mərkəzinin divarına rəsm çəkmək deyil, həm də mənəviyyat məsələsidir. Artıq düzdür, bu əraziyə çəkilmiş rəsmlərin üzəri boyanıb. Niyə görə mənəviyyat məsələsi deyirəm? Çünki əzizdən indi xahiş eləyəcəm bu hissəni də təqdim eləsin. Yazıların bir hissəsi isə burada qalır. Bizim burada olduğumuz bir neçə dəqiqə ərzində bu yazıların məğzi ilə tanış olmaq imkanımız da oldu. Onları tərcümə eləyəndə isə insanda sadəcə bir fikir formalaşır. Bu yazını bura yazan gənclər öz məsuliyyətsizliyini, eyni zamanda tərbiyələrini də nümayiş etdiriblər. Bir sözlə, hər bir valideyn gərək mütləq qaydada bilsin ki, küçədə onun evladı nə işlə məşğuldur. Bu hadisə mədəni tarixi əhəmiyyət daşıyan bir abidəyə açıq hörmətsizlikdir. Təəssüf ki, son vaxtlar oxşar mənzərə ilə fərqli yerlərdə də rastlaşırıq. Piyada keçidləri, binaların divarları, dırnaqarası rəsm çəkənlərin hədəfinə tuş gəlir. Paytaxt sakinləri isə bu hadisəni qəti şəkildə pisləyir. Onlar bunu şəhərimizin estetik görünüşünün korlanması, həm də mənəviyyat problemi kimi dəyərləndirirlər. İnsanın mənəviyyatı daha güclü olsa, o belə şeylərə, belə vasitələrə əl atmaz. Birincisi o tərbiyəsizlikdir. İkincisi tarixi abidəyə hörmətsizlikdir. Əlbəttə düzgün yolu. Valideyn başlanmalıdır ona. İnsan öz beynində də olmaz, şüurunda da olmaz ki, olmaz belə şey. Məncə hamısı valideynlər tərəfindən göstərilmiş tərbiyədən asılıdır. Yəni məsələn, mənim tərbiyəm belə şeyi pis götürdü. Yəni mən belə eləmirəm heç vaxt. Tərbiyəsiz elementlər var idi, amma o da mənə elə gəlir ki, o uşaqların öz tərbiyəsindən asılıdır. Nizami Kino Mərkəzinin direktoru Əli Səttar Quliyev deyir ki, gənclərin bu yaş dövründə ölkəmizin dəyərləri barədə məlumatlandırılması olduqca vacibdir. Bu mövzuda əsas yük valideynlərin üzərinə düşür. Valideynlər də onları istiqamətləndirməlidir. Yəni ki, mənim fikrim budur. Yəni ki, yəqin ki, bundan sonra o uşaqlar necə deyirlər, papağın qabağına fikirləşəcəklər. Biz onu qorumalıyıq. Bu bizim bəli, necə deyirlər, dəyərimizdir və bizim
mədəniyyətimizdir. Mütəxəssislər bildirir ki, milli kimlik, milli dəyərə uzanan əl mütləq qaydada cinayət kimi qiymətləndirilməlidir. Bu sahədə maarifləndirməyə də ciddi ehtiyac var. Mütləq şəkildə cəzalandırılmalıdır. Ona görə cəzalandırılmalıdır ki, artıq gələcəkdə bu hadisə bir də baş verməsin. Amma bu hadisənin baş verməsinin səbəbləri maarifçiliyimizin burada az olmasıdır. Yəni bu istiqamətdə həm orta məktəblərdən ta ailəyə qədər deyim ki, hər kəs məşğul olmalıdır. Mədəni irsimizi övladlarımıza biz özümüz təqlin etməliyik, danışmalıyıq, onun əhəmiyyətini vurğulamalıyıq. Deməliyik ki, bax bunun qorunmasını bizim üçün əhəmiyyəti nədən ibarətdir? Bu gün paytaxt Bakı mənzərəsi, tarixi və gözəlliyi ilə dünyada tanınır və sevilir. Onun tarixi abidələrini eybəcər yazılarla ləkələmək, ora nələyiq ifadələr yazmaq şəhərin görkəmi ilə yanaşı reputasiyasına da mənfi təsir edir. Düşünəndə ki, bunu edən yeniyetmələrdir, onda valideyn faktoru da bir daha öne çıxır. Çünki ictimai mövzulara hörmət aşılamaq, gənclərdə estetik zövq və məsuliyyət anlayışını yaratmaq hər şeydən əvvəl bir ailənin ümdə vəzifəsi olmalıdır. Əhməd Məmmədov, Əzzəzov, ATV Xəbər. Sərnişin daşıma sahəsində yeniliklər var. Bu fəaliyyətlə məşğul olanlar üçün həm təhlükəsizlik, həm də məsuliyyət baxımından əlavə öhdəliklər müəyyən olunub. Artıq daşıyıcılardan əsas tələblərdən biri sərnişinlərin sığorta təminatının genişləndirilməsidir. Yəni, ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərin həyatı sığortalanacaq. Bununla yanaşı, taksi fəaliyyəti göstərən nəqliyyat vasitələri üçün risk amillərinə uyğun yeni yanaşma tətbiq ediləcək. Yeniliklərlə yaxından tanış olaq. Avtobus və sərnişin daşıma xidmətlərindən istifadə edən sərnişinlər əgər yollarda qəzaya düşərsə, bu zaman sağlamlığa dəyən ziyan da sığortalanaraq qarşılanacaq. Avtomobil nəqliyyatı haqqında qanunda edilən dəyişikliyə əsasən ölkə daxili sifarişli daşımaları buraxılış vəsiqəsi almaq istəyənlərdən fərdi qəza sığortası tələb olunacaq. Sığorta məsələləri üzrə ekspert Emil Ağabağırov deyir ki, bu sığorta növünün yeni qaydalara görə hər bir daşıyıcı əldə etməlidir. Daşıyıcı şirkətlər bu sığorta növünü əldə etməklə artıq istismarda olan avtomobillər və yaxud avtobuslar olsun, sərnişin daşıma ilə məşğul olan şirkətlər bu sığorta növünü əldə etməklə istər yol kənarında, istər dayanacaqlarda, istər stansiyalarda və yaxud elə avtobuslarda olan sərnişinlər qəza nəticəsində xəsarət alarlarsa, məhz bu sığorta növü üzrə onlara ödəniş düşür. Sərnişinlərin fərdi qəza sığortası həm quru nəqliyyat vasitələrinə şamil edilir, eyni zamanda dəmir yolu, su nəqliyyatı və hava nəqliyyatının vasitələrinə də şamil edilir. Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının hesablanması qaydası da dəyişəcək. Belə ki, avtonəqliyyat vasitəsi taksi kimi istifadə edildikdə icbari sığorta müqaviləsi bağlanarkən ödənilməli olan 1 illik sığorta haqqında artımlar olacaq. Bəs bu taksi xidmətlərinin qiymətində də özünü göstərəcəkmi? Taksi fəaliyyəti ilə məşğul olan avtomobillər daha çox istismar olunur, daha çox hərəkətli olur və bu avtomatik olaraq riskləri artırır. O qaldı bu artımın taksi xidmətlərinin qiymətinə təsiri bu gözlənilən deyil, çünki bu xərc dəyişən xərc deyil, yəni göstərilən taksi xidmətlərinin həcminə uyğun olaraq dəyişən xərc deyil, illik bir dəfəlik xərcdir. Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, sərnişinlərin fərdi qəza sığortaları əsasən qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərə aiddir. Çünki qəza halları turist və ya rayonlar arası sifarişli daşıma həyata keçirən mikroavtobus və mini avtomobillərində daha çox olur. Artıq təhlükəsizliyin artırılması üçün bu qaydalara daha çox diqqət yetiriləcək. Bu isə qanuna edilən dəyişikliklərdən sadəcə biridir. Sifarişli sərnişin daşımaları həyata keçirmək üçün yeni tələblər də müəyyənləşib. Sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədlər. Yəni sürücülər Aynanın təlim-tədris mərkəzində xüsusi hazırlıq keçməli və Dövlət İmtahan Mərkəzində imtahan verməlidir. Avtonəqliyyat vasitəsilə daşınan sərnişinin fərdi qəza sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta. B və BY kateqoriyalar üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi, yaşı 21-dən çox və minimum 2 il sürücülük təcrübəsi tələb olunur. Xatırladaq ki, bu tələblər artıq qüvvəyə minib. Əkbər Əlizadə, Amil Əliyev, Məhəmməd Hacızadə, ATV Xəbər. Fərdi yaşayış evlərinin yaxınlığında qazılan arx problemlərə yol açıb, bəzi evlərə artıq yağış və kanalizasiya suları dolub. Sakinlər narahatdır, düşünürlər ki, yağış və çirkab suları kənarlaşdırmaq üçün nəzərdə tutulan həmin o arxda suyun səviyyəsi artdıqca vəziyyət daha da
gərginləşəcək. Hətta torpaq sürüşməsi riski də yarana bilər. Bəs aidiyyatı qurum bu barədə nə deyir? Sakinlərin narahatlığı üçün ciddi əsas varmı? Əməkdaşımız Nurlan Şiraliyev mövzunu araşdırıb. Yağışın suyu, bu qəbirstanlığın suyu, bu kanalizasiyanın suyu hamısı mənim öyümə dolur. Mehtabat qəbirstanlığının yaxınlığında həm yağış, həm də çirkab sularının kənarlaşdırılması məqsədi ilə arx qazılıb. Problem də elə buradan başlayır. Sakinlər deyir ki, çirkab sularının kənarlaşdırılması məqsədi ilə qazılan arx evlərə yaxın məsafədən keçir. Bu isə öz növbəsində torpaq sürüşməsi riski yarada bilər. Problem isə təkcə bununla da bitmir, həm də ərazidə antisanitar vəziyyət hökm sürür. Evlərə çox yaxındır bu məsafə. Heç olmasa bir 50 metr məsafə olmalıdır. Bu nəmişliyi verəcək evə, torpaq burada nəm olacaq, ev istərsəmə sürüşməz olacaq burada. Biz bələdiyyəyə neçə dəfə şikayət vermişik. Bizim sözümüzü ümumiyyətlə sayan yoxdur. Kanalizasiya suydu, axır onun içində gəzirik, bütün gün mındar suyun içində. İcra qalmıb, bələdiyyə qalmıb, gəzmədiyimiz yer qalmıb. Biz bu yaşlı adamlar, xəstə adamlar. Buradakı iyi qoxu bir balaca havalar istiləşəndə buraları götürür. Oradan axan kanalizasiya, burada bu qəbirlərdən axan sular hamısı gəlir, bu evlərə dolur. Bizə bələdiyyədə demişlər ki, burada 50 metr məsafədən suyu qarşısını almaq üçün arx düzələcək. Halbuki 5 metrə yoxdur belə burada arx qoyulub. Düz evin arxasında sabahlar evin uçquna düşməsi, evin dağılması kim cavabdeh olacaq? Mütəxəssislər deyir ki, bu addım ilk baxışdan yağış sularının ərazidən uzaqlaşdırılması üçün çıxış yolu kimi görünsə də, fərdi yaşayış evlərinin bünövrəsinin zəifləməsinə şərait yarada bilər. Fərdi yaşayış evlərinin bünövrəsi, onun konstruksiyası, yükü, yəni belə bir şəraitə uyğun deyil. Kanalın özündə çökmələr baş verə bilər, sürüşmələr baş verə bilər, kanal özü örtülə bilər və bu ətrafdakı torpaq kanala doğru axa bilər. Və axdıqca da təbii olaraq ki, burada sürüşmələr ola bilər. Bəs aidiyyatı qurumlar məsələ ilə bağlı nə deyir? Abşeron rayon icra hakimiyyətindən ATV xəbərə bildirildi ki, arx qəbirstanlıqda yığılan yağış sularını kənarlaşdırmaq üçün nəzərdə tutulub, hər hansı təhlükə yaratmır. Ərazidə mərkəzləşdirilmiş kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı aidiyyatı qurumlara müraciət edilib. Nurlan Şiraliyev, Samray Əlizadə, ATV xəbər. Elektromobillərin yağış imtahanı. Bəli, maraqlıdır. Elektromobillər yağışlardan necə çıxdı? Müşahidələr göstərir ki, bir neçə gün öncə intensiv yağışlar nəticəsində baş verən su basmalar bu suala müəyyən mənada cavab tapmağa imkan yaratdı. Biz deyil, qoy elektromobil sahibləri bu suala cavab versin. Baxaq görək həmin günlərdə nələr yaşayıblar. Bir neçə gün öncə paytaxtda yağan güclü yağışlar nəticəsində elektromobilləri suda qalan çoxlu sayda sürücü nasazlıq ucbatından ustalara müraciət etməli olub. Sürücülər deyir ki, əksər avtomobillərin batareyasına su dəydiyinə görə böyük məbləğdə xərcə düşüblər. Sudan keçdim. Sən demə ki, o da göl kimi sudur da yəni. Ondan əlavə maşın yatdı qaldı suyun içində. Evakuatora qoydum maşını, gətirdim. Gətirəndən sonra baxdılar ki, baterkaya yəni diri sudur da, yəni başa düşürsünüz necə? Ondan sonra 3000 mənə ziyan dəydi. Mənim baterkalarımda problem var idi. Baterkaları dəyişdirmişdim də bir iki blokun. Demə bu baterkanın elə bir germetikasını yaxşı vurmamışlar. Keçən səfər gölməçəyə girdim. Biraz sürdüm, gördüm ki, elə bu suda dayandı. 2500-3000-ə yaxın xərcə düşdüm. Usta Əli Əliyev deyir ki, elektromobillərin batareya blokları və yüksək gərginlikli kabelləri hermetik şəkildə qorunur. İstehsalçılar bu avtomobilləri beynəlxalq standartlara uyğun hazırlayırlar. Bu o deməkdir ki, batareya müəyyən müddət ərzində suyun altında qalsa belə daxili hissələrə nəm keçmir. Buna baxmayaraq sürücülər ehtiyatı əldən verməməli və suyun dərinliyini düzgün hesablamalıdırlar. Avtomobilin aşağı hissəsində olduğundan, məsələn, bunun yerə dəymə ehtimalı daha çox olur. Bu yerə dayan zaman bunun germetikliyi pozulur. Avtomobildə baterka dəyişilərsə, baterka hissəsində təmir gedərsə, bunu məsələn zavod şəklində germetikliyini təmin etmədikdə bu avtomobil müəyyən bir su yığıntısından və yaxud göldən keçdiyi zaman gördüyünüz ki, bu yəni çox az bir suda bunun bəs eləyir ki, baterkanın içinə su daxil olsun. Usta həmçinin bildirir ki, uzun müddət suyun içində qalması avtomobillərdə korroziyaya və ya gələcəkdə ciddi elektron nasazlıqlara yol aça bilər. Ona görə də sürücülərə tövsiyə olunur ki, suyun səviyyəsi kritik həddədirsə risk etməsinlər. Elşad Bayramoğlu, Rahil Bəhlulzadə, Mələyin Qlablı, ATV xəbər. Qazaxın Daş Salahlı kəndində Şahin Cəbiyev adına 2 nömrəli tam orta ümumi təhsil məktəbinin daş üzlüyü tökülüb.
Bildirilib ki, ötən gün axşam saatlarında məktəb binasının giriş hissəsində bir neçə ağlay daşı küləyin təsiri nəticəsində aşınaraq qopub. Hadisə zamanı məktəbdə müəllim heyəti və şagirdlər olmadığından xəsarət alan olmayıb. Məktəbdən bildirilib ki, təhlükəsizliyin təmin olunması məqsədilə həmin giriş müvəqqəti bağlanıb və alternativ yoldan istifadə olunur. Təlim-tədris prosesində isə fasilə yaranmayıb. Tovuz Qazax Regional Təhsil İdarəsindən bildirilib ki, yaranan problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür. Son günlər xüsusən azyaşlılar arasında virusa yoluxma hallarının artması narahatlıq yaradıb. Belə bir söz-söhbət də gəzir ki, bu virus norovirus adlanır. Bəzi valideynlər övladlarını evdə öz bildikləri kimi müalicə edirlər ki, bu da sonradan peşmanlığa gətirib çıxara bilir. Mütəxəssislərin sözlərinə görə belə olan halda uşaqlarda vəziyyət daha da ağırlaşa bilər. Ümumiyyətlə ölkəmizdə bu virusa yoluxma halı varmı? Deyilənlər doğrumu? Virus hansı əlamətlərlə özünü göstərir və nə dərəcədə təhlükəlidir? Mövzunu əməkdaşımız Məhəmməd Hacızadə araşdırıb. Uşaqlar və azyaşlılar arasında virusa yoluxma hallarının artdığı müşahidə edilir. Norovirus əsasən yüksək hərarət, susuzluq, halsızlıq və bir sıra əlamətlərlə müşahidə olunur. Elə valideynlər də övladlarında virusa yoluxma halını müşahidə edir. Mənim nəvələrimin ikisi də tutmuşdu məktəbdə. Gəldi, saldılar mənə. Mən də tutdum. Ay yarım yatdım. Qarın ağrısıdır, qusmadır, qaytarmadır, belə şeyləri eşitmişəm. Keçən həftə ilə bizim uşağın 39 qızdırması var idi. Boğaz şişməsindən də dəhşət yayılma var, onu bilirəm. Mütəxəssislərin sözlərinə görə xüsusilə 5 yaşına qədər uşaqlar arasında yayılan bu virus ev şəraitində müalicə oluna bilən xəstəlikdir, amma müəyyən məqamlar var ki, mütləq diqqət yetirilməlidir. Uşaqda uzun müddətli qusma olarsa, ishal sayı get-gedə daha da artarsa, suslaşma özünü göstərmiş olur. Suslaşma özünü göstərdiyinə görə uşağın itirdiyi mayeni bərpa eləmək lazımdır. Uşağın yaşına görə müəyyən dietik yeməklərdən istifadə eləməklə ishalın qarşısını ala bilərik. Bu yeməklərə düyü, kartof, banan və s. aiddir. Əgər uşaq ana südü ilə qidalanırsa, ana südünə qidalandırmağa davam etdirərik. Əgər azyaşlı bu xəstəliyə yoluxarsa, təxminən 2 gün gizli dövr olur. Sonraki günlərdə isə bu simptomlar özünü göstərməyə başlayır. Bu zaman antibiotik istifadə edilməsi məsləhət görülmür. Bəs yaxşı, bu xəstəliyin hansı əlamətləri var? Uşağın bədən turqorunun aşağı olması, sidiyə az getməsi, göz yaşının demək olar ki azalması və ya heç olmaması, gözün çökük olması, çox aqressiv olması, bu şikayətlər artıq uşağın maye etkisinin çox olduğunu, susuzlaşmasını göstərir. Bu zaman mütləq xəstəxanaya, həkimə müraciət edilməli və stasionar şəraitində venadan yerilən maye ilə itirilən maye bərpa olunmalıdır. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, hazırda ölkədə yoluxucu xəstəliklərlə bağlı epidemioloji vəziyyət sabitdir və norovirus infeksiyasına yoluxma faktı qeydə alınmayıb. Epidemioloji vəziyyət davamlı olaraq nəzarət altında saxlanılır. Mövsümi xüsusiyyətlərə uyğun olaraq, xüsusilə payız, qış və yaz aylarında uşaqlar arasında müxtəlif virus mənşəli bağırsaq infeksiyalarında müəyyən artım müşahidə oluna bilər ki, bu da hər il rast gəlinən mövsümi hal ola bilər. Məhəmməd Hacızadə, Ağabala Məmmədzadə, ATV Xəbər. Bakı metropolitenində sərnişin sıxlığının aradan qaldırılması məqsədilə mühüm dəyişiklik edilib, intervalların müddəti azaldılıb, qatar sayısı artırılıb. Yeniliyin effekti necə olub? Baxaq. Artıq cari ilin mart ayından başlayaraq günün pik saatlarında 28 may Əhmədli sahəsində saatda 36 cüt qatar hərəkət edir. Günorta saatlarında isə sərnişin axını nəzərə alınaraq 12:30, 14:30, 16:00 və 17:00 aralıqlarında interval 30 saniyə azaldılaraq 28 may Əhmədli sahəsində 2 dəqiqəlik hərəkət qrafikinə keçilib. Axının təmizlənməsi məqsədi ilə gün ərzində müəyyən stansiyalarda xəttə sərnişinsiz qatarlarda buraxılır. Səhər, günorta və axşam saatlarında Koroğlu, 28 may Gənclik, Elmlər Akademiyası, Memar Əcəmi stansiyalarına sərnişinsiz boş qatarların göndərilməsi də təmin olunur. Mütəmadi olaraq 5 vaqondan ibarət bir qatar tərkibinin 1600 nəfər sərnişin tutumunu nəzərə alsaq, həmin anda həmin stansiyalara göndərilən bu boş qatarlar sərnişin sıxlığının azaldılmasına öz töhfəsini verir. Dəyişikliklər dayanıqlı şəhər nəqliyyatının inkişafı və idarəetmədə rəqəmsal həllərin genişləndirilməsi istiqamətində atılan addımların bir hissəsidir. Aysu Qaybova, Nurlan Sultanzadə, Mələyin Qılablı, ATV Xəbər.
Ötən gün Sumqayıtda dəm qazından zəhərlənən ailənin bütün üzvləri yenidən xəstəxanaya yerləşdirilib. Bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, bugün saat 15-də Sumqayıt Tibb Mərkəzinin nəzdində olan uşaq xəstəxanasına 6 nəfər hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən şəxslərdən 5-i yoluxucu xəstəliklər şöbəsinə, bir nəfər isə reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onların müalicələri davam etdirilir. 5 nəfərin vəziyyəti stabil, bir nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir. Qeyd edək ki, uşaqlar ötən gün vəziyyəti stabilləşdiyi üçün axşam saatlarında evə buraxılmışdı. Özlərini yaxşı hiss etmədiklərinə görə yenidən xəstəxanaya qayıdıblar. İnşaat Konstruksiyaları Məhdud Məsuliyyətli Cəmiyyətindən şikayət var. Vətəndaş Ələmdar Rzayev şirkət tərəfindən aldadıldığını iddia eləyir. Vətəndaş həmin şirkətin inşa etdiyi binadan mənzil alıb, amma evinə daxil ola bilmir. Səbəb nədir? Bəs onun ödədiyi vəsait necə olacaq? Əməkdaşlarımız məsələyə aydınlıq gətirməyə çalışıb. Şikayətçi Ələmdar Rzayev İnşaat Konstruksiyaları Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aldadıldığını iddia edir. 2024-cü ildə bu binadan mənzil almışam. Hal-hazırda mənzil müqaviləsi bağlanılıb. Mən müdiriyyətə yaxınlaşıram. Keçən il 25-ci ildə mənzil təhvil verilməli. Təhvil vaxtı gəldik. Dedilər ki, bəs heç cürə mümkün deyil. Nəyə görə dedim? Dedilər ki, bəs ev bir neçə nəfərə satılıb. Onun haqqında indi qalmışıq belə, yəni tək mən deyiləm. Yəni məni kimisi bir neçə nəfər adamlar var ki, hamı evlərin üstü bir-birinə düşübdür. Yəni bilinmir ki, kimindir, ya hası nəyindir. Yəni əlavə müqavilələrə bağlanıb, şirkətin özü möhürü var, hər bir şey var, amma digər sənəd saxtadır. Adı çəkilən şirkətin rəsmisi Rauf Əliyevlə əlaqə yaratdıq. Ələmdar Rzaevin sənədi saxtadır. Ələmdar Rzaev bilmir, onun sənədi kim verib ona. Rauf müəllim, kim verib o sənədi ona? Bizim məlumatımız yoxdur. Ələmdar müəllim yaxşı bilir o məsələni. Oldu, sağ olun. Rauf bəy, çəkiliş apararkən şahidi olduq ki, Ələmdar Rzayev tək deyil. Kameramızı görən Elza Axundova da bizə yaxınlaşıb şirkətdən şikayətçi olduğunu söylədi. Həyət evini qızım satmışdı. 2 quda yığışdıq, 2 quda. Yığışdıq, pul topladıq, gəldik. Gəldik 50.000 pulu saydım ofisdə, burada ofisdə. Zahirə verdim pulu, idarədə ofisdə, Rəsul idi, Rauf idi, Xalidə, Katibə, nə bilim nə. Verdim pulu, çıxdım. Ay qardaş, böyük sabah, böyük nəvəmin adını aldım. Məmmədov Turan Tərlan oğlu. 2 otaq, 50.000'i verdim. Daha nə bilməyim, hər gün məni aldatdılar. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, vətəndaş yeni tikililərdə mənzil alarkən alqı-satqı müqaviləsinin dövlət qurumlarında reyestri aparılmır. Ona görə də bu kimi hallar ortaya çıxır. Hər hansısa bir yeni tikilməkdə olan çox mənzilli yaşayış binalarında mənzillər alarkən mütləq şəkildə vətəndaşlar kiçik araşdırma aparmalı. Ən azından hər hansısa bir internet resursları üzərində həmin şirkətin adını yazmaqla, həmin şirkətlə bağlı olan bütün şikayətlər vətəndaşın göz önündə olacaq və həmin şirkətlə bağlı aidiyyatlı güc strukturlarına müraciət edərək həmin tikinti şirkətində vətəndaşların aldadılma halları ilə bağlı məlumat əldə edə bilərlər. Vəkil Elçin Kazımi isə deyir ki, vətəndaş məhkəməyə müraciət edə bilər. Vətəndaşla hüquqi şəxs arasında mənzil kooperativ arasında bağlanan müqavilə o bir hüquqi sənəddir və bununla bağlı hər bir halda vətəndaşların hüquqları pozulursa, onlar bununla bağlı məhkəməyə müraciət edə bilərlər. İndiki məqamda məsələ məhkəmə müstəvisində həll oluna bilər. Qanuna sığınıb addımlar atmaq lazımdır. Şikayətçi Ələmdar Rzayev elə Elza Axundova da öz hüquqlarını yalnız bu yolla müdafiə edə bilərlər. Rövşən Tahir, Yalçın Əmirzadə, Şəhriyar Əhmədli, ATV Xəbər. Əhmədbəyli Füzuli Şuşa avtomobil yolunun 81.3-cü kilometrlik hissəsi ödənişli avtomobil yolu kimi müəyyən edilib. Nazirlər Kabineti bu barədə qərar verib. Ödənişli yolun başlanğıc nöqtəsi Hacıqabul Bəhrəmtəpə Mincivan avtomobil yolunun 157-ci kilometri, son nöqtəsi Əhmədbəyli Füzuli Şuşa avtomobil yolunun 100.5-ci kilometridir. Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri isə Horadiz Cəbrayıl Zəngilan Ağbənd avtomobil yolu, Füzuli Beynəlxalq Hava Limanının giriş yolu, Füzuli şəhərinə giriş yolu və Əhmədbəyli Füzuli Şuşa avtomobil yoludur. İşğaldan azad olunan şəhər və rayonlarımızda artıq 5 ildən çoxdur ki, sürətli bərpa, tikinti və quruculuq işləri görülür. Sakinlər doğma yurdlarına qayıdır. Onlar üçün tikilən yeni evlərlə
təmin olunurlar. Artıq işğaldan azad olunan ərazilərdə 41 yaşayış məntəqəsi yenidən qurulub. Həmin ərazilərdə 80 mindən çox vətəndaşımız yaşayır və fəaliyyət göstərir. 2020-ci ilin noyabrında Vətən müharibəsi qələbəsi zamanı bir güllə belə atılmadan azad edilən Kəlbəcər də sürətlə dirçəlir, daha da gözəlləşir, müasirləşir və doğma sakinlərini qarşılayır. İşğaldan azad olunan və yenidən qurulan Kəlbəcər şəhərinə artıq sakinlər köçürülüb. Burada mənzillər fasiləsiz olaraq su, elektrik, istilik, yüksək sürətli internetlə təmin olunur. 33 ildən sonra bu torpaqdayım. Çox məmnunam, çox razıyıq. Kəlbəcərdə bizdə vaxtilə qaz olmayıb. İşıqdan əziyyət çəkirdik, suyumuz olmayıb, əziyyət çəkirdik, olub belə yox. Biz indi maşallah bizə verdilər ev, giririk evin içinə, qaz yanır, işıq yanır, suyu açırıq, krantdan istifadə edirik. Ağlımıza gəlməzdi ki, 30 ildən sonra bu torpaqlarımız azad olar. Biz yenidən burada məskunlaşaq. Heç nədən narazılığımız yoxdur, şükürlər olsun Allaha. Nəvəmiz məktəbə gedir, özümüz pensionerik, özümüz təqaüdçüyük. Uşaq məktəbə gedir, hər şeydir, hər şəraitimiz də var. Burada böyük qaydışa dair 1-ci dövlət proqramının mərhələli şəkildə icrası davam etdirilir. İnfrastruktur tam olaraq qurulmayıb, amma modul tipli obyektlər olsun, burada sosial xidmətlər olsun, vətəndaşlara göstərilir. Sosial xidmətlər təbii ki, dövlət qurumlarının modul tipli bir çox obyektləri ərazidə vətəndaşlarımıza xidmət edir. Eyni zamanda iaşə obyektləri var ki, modul tipli, yenə də burada gündəlik ehtiyaclardan danışırıqsa, bu aptek ola bilər, mağaza ola bilər, vətəndaşlarımıza xidmət edir. Kəlbəcər şəhərində 2,42 hektar ərazini əhatə edən inzibati binanın və 10,9 hektarlıq şəhər parkının layihələndirmə işləri davam etdirilir. 2023-cü ildə təməli qoyulan Zar kəndində mərhələli şəkildə həyata keçirilən tikinti quruculuq işlərinin 2026-cı ilin sonuna da yekunlaşdırılması nəzərdə tutulur. İşlər tamamlandıqdan sonra kəndə əhalinin köçürülməsinə başlanılması planlaşdırılır. Bununla yanaşı Zallar və Yanşaq kəndlərinin layihələri isə ekspertiza mərhələsindədir. Həmçinin Otaqlı, Çıraq, Çaykənd və Qamışlı kəndləri üzrə layihələndirmə işləri tamamlanmış və hazırda ekspertiza mərhələsindədir. Çəpli və Dalğınçlı kəndlərində isə layihələndirmə işləri davam edir. Artıq yenidən qurulan Kəlbəcər şəhərinin 1-ci yaşayış massivində 680 nəfər olmaqla 162 ailə yaşayır. Kəlbəcər şəhər təhsil kompleksinin də təhvil verilməsi planlaşdırılır. Layihə çərçivəsində 528 şagirdlik məktəb, 80 yerlik uşaq bağçası, 7 peşə emalatxanası və 70 yerlik yataqxana inşa olunur. Mədinə Niknəcad, Sadət Ayazqızı, Rüfət Bayramov, Ağcəl Əskərli, ATV Xəbər, Kəlbəcər. Nə gözəl, bütün bunlar tarixi zəfərimizin təntənəsidir. Bizi tarixi zəfərə aparan yolun başlanğıcı. Aprel döyüşlərinin 10-cu il dönümü günlərini yaşayırıq. Başlanğıc idi. Aprel döyüşlərindən düşmən dərs götürsəydi, bəlkə də hər şey fərqli ola bilərdi. Amma düşmən qüdrətli Azərbaycan ordusunun bu xəbərdarlığına məhəl qoymadı. Biz dəfələrlə ən yüksək səviyyədə xəbərdarlıq etmişdik. Müzəffər Ali Başkomandan Prezident İlham Əliyev qəti mövqeyini dəfələrlə bütün dünyaya bəyan etmişdi. Biz işğalla barışmayacağıq və danışıqlar nəticə verməsə, hərbi yol qaçılmaz olacaq. Aprel döyüşləri bu mövqeyin əyani siqnalı idi. Bu siqnalı eşitmədilər və bir neçə il sonra 2020-ci ildə Vətən müharibəsində diz çöktü düşmən, ağır cəzalandırıldı. Xülasə, Aprel döyüşləri tariximizə şanlı zəfərimizin müjdəçisi kimi düşdü. Şəhidlərimizin əziz xatirəsini qürurla anırıq. Ayın 4-ünə keçən gecə saat 1-ə işləmiş. Zəng elədim, dedim ki, Mirzə, haradasan? Dedi, ana, özüm səni yığacam. Arada bir zəng edir ki, ana, narahat olma, hər şey yaxşıdır. Aprel döyüşlərində canını düşmənə sipər edən oğullardan biri də baş leytinant top artilleriyaçısı Mirzə Novruzovdur. Oğlumla fəxr elə, amma ağırdır. Fəxr eləməlidir, amma ağırdır. Bu dəqiqədə əsgərləri hər dəfə də mən paylaşanda, onun əsgərlərlə bir yerdə olduğu şəkili paylaşanda hamısı mənə yorum yazır. Hamısı yorum yazır ki, ana deyir, o bir ata kimi bizə həmişə qulluq eləyib. Murov Qartalı ləqəbli polkovnik leytinant şəhid Raquf Orucovla bağlı xatirələrini isə həyat yoldaşı Sevinç Orucova bölüşür. Məncə şəhidlik bir insan övladının bu dünyaya vəda etməyinin ən mübariz yoludur. Ona görə mənə elə gəlir ki, onların Raquf Orucov yaşayır, Ağdamda yaşayır.
bizim yanımızda yaşayır, onu sevənlərin qəlbində yaşayır və bizim üçün böyük təskinlikdir. 4 günlük müharibənin digər şəhidi mavi gözləri ilə görənləri heyran edən xüsusi təyinatlı qüvvələrin giziri Şahin Cavadzadədir. Anası Radə Məmmədova deyir ki, Şahin dünyada hər şeydən çox vətənini və dürüstlüyü sevirdi. Bir də arzusunda olduğu o uca məqama, şəhidliyi. Mənim bir qaynım da 93-cü ildə şəhid olmuşdu. O həmişə hələ Şahin onda anadan olmamışdı. Həmişə deyərdi ki, əmmin qısasını alacağam. Qəbrinin üstündə də and içmişdim ki, vətən torpağı alınmayınca saçım həmişə ağ olacaq. Amma mən vətən torpağı alınan günü bütün analar məni bağışlasın, saçıma da rəh qoydum. Al-qırmızı geyinib onun qəbrini ziyarət elədim. Xüsusi təyinatlı qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyyət Mehdiyev deyir ki, aprel döyüşləri Ermənistan ordusunun güclü olması ilə bağlı dolaşan mifi darmadağın etdi. Azərbaycan ordusu öz gücünü bütün dünyaya göstərdi. Eyni zamanda Qarabağın əsl sahiblərinin kim olduğunu göstərdi. Azərbaycan ordusu 2000 hektar torpağımızı azad elədi. 10.000 hektarlarla ərazi Azərbaycan ordusunun nəzarəti altına keçdi və Azərbaycan xalqının Azərbaycan ordusuna inamı 1-5 artdı. 4 günlük müharibədə Azərbaycan əskəri sübut etdi ki, xalqımız 30 illik işğalla heç vaxt barışmayacaq. 2 aprel tarixində düşmən təxribatına verilən sarsıdıcı cavab illərdir dondurulmuş hesab edilən Qarabağ münaqişəsinin taleyini kökündən dəyişdi. Lələtəpədə dalğalandırılan 3 rəngli bayraq həm də 2020-ci ilin 8 noyabrında Şuşada qaldırılacaq bayrağın mənəvi carçısı oldu. Turanət Ağızadə, Amil Əliyev, ATV Xəbər. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik. Dövlət Təhlükəsizliyi Xidmətində 28 mart Azərbaycan Təhlükəsizlik Orqanları əməkdaşlarının peşə bayramı günü və bu orqanların yaradılmasının 107-ci il dönümü qeyd olunub. Bu əlamətdar tarixlə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Ələk Nağıyev və xidmətin əməkdaşları Fəxri Xiyabanda Azərbaycan Təhlükəsizlik Orqanlarının fəxri rəhbəri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib. Görkəmli oftalmoloq alim Zərif Əliyevanın Şəhidlər Xiyabanında şəhidlərimizin və Azərbaycanın milli qəhrəmanları olan təhlükəsizlik orqanlarının əməkdaşlarının məzarları da ziyarət edilib, əbədi məşəl abidəsinin qarşısına əklil qoyulub. Xidmətin akt zalında keçirilən tədbirdə xidmət rəisi Əli Nağıyev təhlükəsizlik orqanlarının yaranma tarixi və təşəkkülü prosesindən Ulu Öndərin həm bu təsisatda rəhbər vəzifələrdə çalışdığı zamanlarda, həm də müstəqillik qazanıldıqdan sonra təhlükəsizlik təşkilatının inkişafı üçün göstərdiyi misilsiz və əvəzsiz xidmətlərindən. Prezident İlham Əliyevin rəhbərliyi altında və birbaşa dəstəyi ilə Azərbaycanın müasir çağırışlara adekvat cavab verə bilən xüsusi xidmət orqanlarının formalaşmasından ətraflı söhbət açıb, təhlükəsizliyin etibarlı təmin olunması üçün bundan sonra da bütün qüvvə və vasitələrin səfərbər olunacağını bildirib. Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində ötən zaman ərzində qarşısı alınmış dövlətə xəyanət, casusluq, terrorçuluğa hazırlıq, terrorçuluğu maliyyələşdirmə, Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma, hakimiyyəti zorla ələ keçirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, dövlət və ictimai xadimin həyatına sui-qəsd etmə və sair cinayət faktları barədə geniş məlumat verib. Prezidentin müvafiq sərəncamları ilə ali hərbi rütbələrə və yüksək dövlət mükafatlarına layiq görülən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının təltif edilməsi mərasimi də keçirilib. Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin və E-News televiziya kanalının birgə layihəsi olan Yolun Yarısında sənədli filmi nümayiş olunub. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump növbəti dəfə İrana hədələyib. Bu dəfə o, İran neftini asanlıqla ələ keçirəcəyini iddia edib. Trumpın xəbərdarlıqlarına İranın cavabı gecikməyib. Tehranda bəyan ediblər ki, İran ərazisi Amerika Birləşmiş Ştatları əskərləri üçün məzar yeri olacaq. Bu bəyanatların fonunda İran silahlı qüvvələri ABŞ-yə məxsus qırıcı təyyarəni vurub. Biraz vaxt aparsa da Hörmüz boğazını asanlıqla aça, İran neftinə nəzarəti ələ keçirə və böyük sərvət qazana bilərik. ABŞ prezidenti Donald Trump bu dəfə İranı bu sözlərlə hədələyib. O bildirib ki, İran neftinin ələ keçirilməsi dünya üçün də böyük qazancı ola bilər. İsrailin baş naziri Benyamin Netanyahu isə bəyan edib ki, ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatları məqsədlərə çatana qədər davam edəcək. Onun sözlərinə görə İsrail İran ordusunun komandirlərini hədəf alır, körpüləri bombalayır və infrastrukturu dağıdır. İranın hədələrə cavabı gecikməyib.
Bu ölkənin quru qoşunları komandanı Əli Cahan Şahi bildirib ki, İran ordusu düşmənləri daş dövrünə yox, ondan da əvvəlki dövrə qaytaracaq. Ordunun xüsusi təyinatları illərdir ağır təlimlərlə tam hazırlıq vəziyyətindədir. İran torpağı təcavüzkarlar üçün məzardır. Şübhəniz varsa yoxlayın, deyə Cahan Şahi qeyd edir. Yeri gəlmişkən, İran ABŞ hərbi hava qüvvələrinə məxsus F-35 tipli təyyarənin ölkənin mərkəzi rayonları üzərində vurulduğunu bəyan edib. Sepahın məlumatına görə ABŞ-nin İran Silahlı Qüvvələri tərəfindən vurulmuş qırıcısının pilotunu Black Hawk və Hercules 130 helikopterləri vasitəsilə xilas etmək cəhdləri uğurla nəticələnməyib. Bu sayılara baxmayaraq pilot əsir götürülüb, deyə məlumatda bildirilib. Qeyd olunub ki, bu son 12 saat ərzində korpusun hava hücumundan müdafiəsi tərəfindən vurulan ikinci qırıcı təyyarədir. Sepah həm də bəyan edir ki, İranın son hücumları zamanı İsraildə və bölgədəki ABŞ-yə məxsus radar sistemləri və gəmiləri vurulub. Qeyd olunub ki, Həqiqi və 4 əməliyyatının 92-ci dalğasında ABŞ amfibiya gəmilərinin Əl-Şavaq limanındakı toplanma məntəqəsi ballistik raketlərlə məhv edilib. Hayfanın cənub-şərqində İsrail F-16 qırıcı eskadrilyalarının yerləşdiyi Ramat David hava bazasına 2 ballistik raket atılıb. Tel-Əviv mərkəzində və digər bölgələrdəki 50-dən çox hədəf Xürrəmşəhr 4 çoxbaşlıqlı raketləri ilə effektiv şəkildə vurulub. Bu arada məlum olub ki, ABŞ-İsrail qüvvələrinin Tehranın qərbində yerləşən Kərəc şəhərində tikilməkdə olan körpüyə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 8-ə çatıb. Daha 95 nəfər yaralanıb. İran Silahlı Qüvvələri Baş Qərargahının öldürülmüş rəisi Seyid Əbdürrəhim Musevi isə ölümündən 40 gün sonra torpağa tapşırılıb. Onunla vida mərasimi Qum şəhərində baş tutub. Bir neçə gün əvvəl öldürüldüyü deyilən İranın məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni Eje'nin isə sağ olduğu üzə çıxıb. Bildirilib ki, Eje aprelin 2-sində ölkədə qeyd olunan təbiət günündə ağız əkib. Bəxtiyar Fətullayev, ATV Xəbər. Livanda fəaliyyət göstərən Hizbullah təşkilatı İsrail ordusunun canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi nöqtəyə hücum edib. Hərəkatın məlumatına görə hücum əməliyyatı raket zərbələri vasitəsilə Əl-Malikiyyə yaşayış məntəqəsi istiqamətində həyata keçirilib. Çoxlu sayda İsrail əsgərlərinin öldüyü və yaralandığı iddia edilir. İsrail Müdafiə Nazirliyinin yayımladığı bu kadrlarda da yaralı əsgərlərin helikopterlərə daşındığı görülür. Ölkə ərazisində son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağışlar, normadan artıq yağıntılar kənd təsərrüfatına da ciddi təsir edib. Çaylarda daşqın və yaranan sel səbəbindən bəzi ərazilərdə əkin sahələrini su basıb təsərrüfatlara ciddi ziyan dəyib. Əməkdaşlarımız bölgələrdə bu məsələ ilə maraqlanarkən fermerlərin əksəriyyətinin kənd təsərrüfatı sahələrini sığorta etdirmədiyini öyrənib. Bəs necə olacaq? Bu sualın hazırda cavabı varmı? Baxaq. Güclü yağışlar kənd təsərrüfatına təsirsiz ötüşməyib. Normadan artıq yağıntılar çayların daşmasına, sel və su basma hadisələrinə səbəb olub. Həmin bölgələrdən biri də Xaçmaz rayonu Cığatay kəndidir. Ağçaya gələn güclü sel kənddə daşqınlara səbəb olub. Nəticədə sel suları müxtəlif təsərrüfatlara zərər vurub. Zərər çəkən təsərrüfatlar arasında sığorta olunanlarla yanaşı xeyli sayda sığorta olunmayan kənd təsərrüfatı sahələri də var. Biberlər, pomidorlar yetişən vaxtı, çıxan vaxtında bu zülümü çəkdik. Pulla almışıq pomidorları, tumlarını. Heç nə. Bərbad olub gedib. Nə qədər zərər dəyişir? Kənd adından deyib 300-dən yuxarı parnikimizə, yəni bu ziyan dəyib. Sahələrimizə dəyib, yəni onu da sığorta eləməmişik. Ağacların çiçəkləmə dövrü, badam ağaclarının, meyvə bağlarının həmin dövrdə də dolu yağışlar yağdı. Yəni çox zərər vurdu. Bir tərəfdən də sel su basma ardıca. Əzəki məhsul heç ala bilmərsən, ona görə ki sel basıb suyun altındadır. Hələ bilmək olmur neçə gündə suyun altında olacaq. Burada 24 hektar buğda sahəsi sığortalanıb. Badam sahələri, sonra armud sahəsi, bir də heyva sahələrimiz hamısı sığortalıdır. 20 dənədən çox parnikim, kartoşkam, bir kənd təsərrüfatı nə varsa hamısı getdi. Mən 3000 manatlıq buraya xarc qoymuşdum. Ton yarımda buğdayım gedib. Mal yemi gedib, ot gedib. Onlardan hesabı 5-6 minə gəlir. Sığortaya heç etməmişdik, yəni düzü. Aqrar Sığorta Fondundan bildirildi ki, son günlər daha çox arpa, buğda, əkin sahələrinə və meyvə bağlarına ziyan dəyib. Ümumilikdə 2100 hektara yaxın ərazi su altında qalıb. Hal-hazırda fond tərəfindən həmin ərazilərdə hadisələrin qiymətləndirilməsi həyata keçirilir. Belə ki, müstəqil ekspertlərimiz tərəfindən hadisələrin qiymətləndirilməsi həyata keçirdikdən sonra sığorta ödənişlərinin məbləği hesablanacaq və fermerlərimizə zərər ödəniləcək.
ödənişlərinin həyata keçirilməsi prosesinə başlanılacaq. Qeyd edək ki, əkin sahələrini sığorta edərkən sığorta haqqının 50%-ni dövlət ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilirlər. Aqrar sığorta mexanizmi 41 bitki və bitki məhsulunu çoxsaylı riskdən qoruyur. Bura dolu, fırtına, qasırğa, sel, su basma, leysan, şaxta vurma, normadan artıq qar yağması, yanğın, torpaq sürüşməsi və digər hallar daxildir. Bəs fermerlərə dəymiş ziyana görə sığorta ödənişi nə vaxt həyata keçirilir? Əgər 100% zərər halları ekspert tərəfindən müəyyən edilmirsə, sığorta ödənişləri bizdə biçin yığım dövrləri vaxtı həyata keçirilir. Bunun səbəbi ona əlaqədardır ki, bitki canlı varlıqdır, özünü bərpa eləyə bilər. Eləcə də təbiət hadisələrinin qarşısı alına bilən deyil deyə, yəni ki, hələ biçim yığım dövrünə qədər növbəti təbiət hadisələrinə zərər dəyimi ehtimalı olduğuna görə sığorta ödənişləri bir qayda olaraq fermerə yığım biçim dövründə həyata keçirə. Əlavə olundu ki, hazırda su basma halları ilə bağlı ən çox müraciətlərin daxil olduğu Quba-Xaçmaz bölgəsində 1000 manatlıq məhsul olan 1 hektar buğda sahəsinin sığortalanması fermerə 6 manat 65 qəpiyə, arpa sahəsinin sığortası isə 8 manat 5 qəpiyə başa gəlir. Dağlıq Şirvan bölgəsində isə 1000 manatlıq məhsul olan 1 hektar buğda sahəsinin sığortalanması fermerə 10 manat 80 qəpiyə, arpa sahəsinin sığortası isə 13 manat 65 qəpiyə başa gəlir. Ülkər Əliyeva, Ağabala Məmmədzadə, Cəfər Talıb, Sərxan Mirzəyev, ATV Xəbər. Ana dilinin qorunması istiqamətində müzakirələrin getdiyi, mühüm addımların atıldığı bu ərəfədə bir məqam diqqət çəkir. Ölkə ərazisində fəaliyyət göstərən ictimai yaşayış müəssisələri, müxtəlif mağazalarda rast gəldiyimiz xarici adlar. Gəncə şəhərində də belə faktlara tez-tez rast gəlilir. Qəribədir ki, ictimai yaşayış obyektlərinə xarici adlar qoymağa üstünlük verilir. Səbəb nədir? Bu məsələ necə tənzimlənir? Obyektlərin adlandırılmasına ümumiyyətlə nəzarət olunurmu? Suallarına cavab axtarmışıq. Azərbaycanın qədim və müasir şəhəri, zəngin tarixi, mədəniyyəti ilə ölkəmizin dəyərli parçası olan Gəncə. Bu şəhərdə həm sakinlərin, həm də qonaqların maraqlı istirahəti üçün bütün imkanlar var. Şəhəri bəzəyən çox sayda ictimai yaşayış müəssisələri də göz oxşuyur. Bəs onların adları nə dərəcədə bu şəhərin tarixinə, milli ruhuna uyğundur? Sakinləri narahat edən əsas məqam da elə budur. Qədim Gəncədə restoran, kafe, mağaza və digər təyinatlı obyektlərdəki xarici adlar. Hərəsi bir yerdən bir dənə İtalyan mənşəli söz, İngilis mənşəli söz, Latın mənşəli söz götürüb ora qoyublar. Tamamilə əleyhinəyəm o xarici adların və milli adlarımızın yazılmasının tərəfdarıyam. Turist nəyə gəlir? Gəlir gəzməyə. Görür ki, elə hər adlar elə Avropada, hardasa Amerikada yaşayır və yaxud hardasa yaşayan adlarla uyğundur. Çox istəyərdim ki, bu məsələnin üstündə əlaqədar təşkilatlar qeydiyyatdan keçəndə həmin təşkilatların adına diqqətlə fikir versinlər. Azərbaycan mentalitet daşıyan insanlar özcə başqa əcnəbi adlar qoyub öz restoranlarında bu çox məncə həm biədəb, həm də çox özümüzə yaraşan bir şey deyil. Çünki biz Azərbaycana gələn turistlərə özümüz tanıtmalıyıq. Azərbaycanlı olaraq, yerli olaraq mən də istəyərdim ki, təbii ki, yəni mağazalar, restoranlar və s. yəni və başqa bir obyektlər yerli adlardan istifadə etsinlər. Bir restoran olsun, məsələn, var indi bəzi restoranlar var, eşitmişəm, paxlava olsun, dolma olsun, gör nə gözəl səslənir. Filologiya üzrə fəlsəfə doktoru Əl-Muxtar Muxtarov deyir ki, ana dilinin qorunması təkcə dövlətin, alimlərin, müəllimlərin vəzifəsi deyil, cəmiyyətin hər üzvü bu məsələdə məsuliyyət daşıyır. Ana dilimizdə olan sözlər ola-ola başqa dillərdən, əcnəbi sözlərdən istifadə etməklə obyektlərin, ictimai yaşayış obyektlərinin adlandırılması ana dilimizə vurulan ən böyük zərbədir. Cənab Prezidentimiz ifadə etdi ki, Azərbaycan dilində bir ifadənin, bir kəlmənin qarşılığı varsa, başqa dildən o ifadəni gətirmək ya səhvdir, ya da təxribatdır. Bəs bu məsələ necə tənzimlənir? Obyektlərin adlarına hər hansı nəzarət varmı? Dövlət Reklam Agentliyindən ATV Xəbərə bildirildi ki, qanunvericiliyə görə reklam qurğularında yerləşdirilən mətn dövlət dili ilə yanaşı digər dillərdə də təqdim oluna bilər. Lakin bu halda xarici söz ana dilində olan mətndən sonra yerləşdirilməli və həcmi böyük olmamalıdır. Digər dillərdə ifadə olunan əmtəyi nişanı və coğrafi göstərici isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun tərəfindən qeydə alındığı formada özlərini istehlakçıya öz adları ilə qeydə alındığı formada göstərilməlidir. Eyni zamanda qanunvericiliyə əsasən sahibkarların bazar
bazarda özlərini istehlakçıya öz adları ilə tanıtmaq hüququ var. Xarici dildə ada malik olan və həmin adla müvafiq icra hakimiyyəti orqanından qeydiyyata alınmış ticarət və xidmət obyektləri bu hüquqdan istifadə edə bilər. Mədnə Niknəcat, Sadət Ayazqızı, Rüfət Bayramov, Sənan Bəhrəmli, ATV Xəbər, Gəncə. ATV Xəbərdən bugünə çatdıracaqlarımız bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Gecəniz xeyrə qalsın.